Nigar, bir daha xoş gördük səni. Buyur, efirdəsən. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, bildiyiniz kimi dünən səhər saatlarından etibarən küləkli hava şəraiti hökm sürür. Elə hazırda da biz Dövlət Dəniz və Liman Agentliyindəyik. Bildiyiniz kimi küləkli hava şəraiti olduqda agentlik gəmilərə mütəmadi olaraq xəbərdarlıqlar edir. Elə bununla bağlı ətraflı məlumatı bizimlə birgə birbaşa bağlantıda olan Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova çatdıracaq. Pərvanə xanım, sabahınız xeyir. Sabahınız xeyir olsun. Sizin də qeyd etdiyiniz kimi dünən səhər saatlarından başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunmaqdadır. Hazırda Xəzər dəniz akvatoriyasında şimal-qərb və şimal küləyi hökm sürür və 6 limana giriş-çıxış məhdudiyyəti qoyulub. Qaradağdı, Ələtdi, Sahil, Dübəndi, Sanqaçal və KMS limanları, digər limanlar isə fəaliyyətini davam etdirir. Hazırda isə gəmilərin hərəkət idarə etmə xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir və mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar. Respublikamızın ərazi sularında hərəkətin bölünmə sistemində və gəmilərin idarə olunmasında köməklik göstərəcəklər və hərəkətin nizamlanmasını təmin edəcəklər. Pərvanə xanım, çox təşəkkür edirəm. Belə bizim elə ki, buradan çatdıracaqlarımız bu qədər. Sözü sizə studiyaya ötürürəm. Biz də sizə təşəkkür edirik Nigar ətraflı məlumata görə.